mübarək Nur surəsinin 36-cı ayəsi nazil olanda, bu ayə nazil olandan 6 ay sonra sərasər, 6 ay sərasər Peyğəmbər salavatullah hər gün gəlib dayanardı Əli və Fatimənin qapısı önündə, salam verərdi. Bu ayəni oxuyardı, sonra məscidə daxil olardı. Ayət-i şərifə budur. Bismillahirrahmanirrahim. Fi buyutin əzinəllah ən turfəə və yuzkərə fiyhə ismuh. O evlərdə ki, Allah öz adının çəkilməsinə icazə verib və Allahın adı çəkilməsi ilə oradan nur ucalar, Allahın adı yüksələr, ora Allahın xüsusi nəzəri, inayəti olan evlərdir. Bu ayə nazil olanda Peyğəmbər salavatullah gələrdi. Yeganə ev Allah gedənlərə dübarə, getməyib arzusunda, intizarında olanlara Mədini Münəvvərədə Peyğəmbər salavatullahı ziyarət etməyi nəsib edəsin. Yeganə ev İmam Əli əleyhissalamın evi olub ki, onun qapısı məscidə, Məscid-ü Nəbiyyə açılıb. Tarixdə var, bu ayət-i şərifə nazil olanda Əd-Durrül Mənsur 6-cı cild 203-cü səhifəsində, Təfsir-ün Nur, Ruhul Məani 18-ci cild 174-cü səhifəsində bu oxuyacağım hədis-i şərif qeyd olunub. Buyurur, Qara'a Rasulullah hazihil ayə, elə ki bu ayə nazil oldu o evlərdə ki, Allah izin verib adı çəkilsin, onun nuru ucalsın. Bu evlər barəsində bunu ayəni oxuyanda fəqamə ileyhi rəculun, sahabənin içərisindən bir kişi qalxır ayağa, buyurur ki, Ya Rasulallah, eyyü buyutin hazihil buyut. Bu evlər, bu ayədə deyilən evlərdən məqsəd o hansı evlərdir? Peyğəmbər salavatullah buyurdu, qalə buyutul ənbiya. Peyğəmbərlərin evi həmin bu ayədə deyilən evlərdir. Həmin yerdə Əbu Bəkir ibn Quhafə də iştirak edirdi. Tarixlər yazır, hədis-i şərifdə bu qeyd olunur. Fəqamə ileyhi Əbu Bəkir ibn Quhafə, Quhafə oğlu Əbu Bəkir qalxır, Ya Rasulallah, əhazəl beyt minha, bu ev də onlardandır, muşirən ilə beytə Aliyyin və Fatimə. Axı məscidə qapısı açılan ev Əlinin evidir. Qalxır ayağa, muşirən ilə beytə Aliyyin və Fatimə. Əli və Fatimənin evinə işarə eləyərək buyurdu ki, ey Allahın Rəsulu, bu evdə o ayədə